Müştəri səbəbsiz yerə sizdən şikayətçi olanda nə edirsiniz? Mən ona səbəb verərəm. Səbəb verəm deyəndə necə? Müştəri ən çox satılan təam nədirsə onu gətir deyəndə nə cavab verirsiniz? Çörək gətirib qoyuram tabana. Çörək nə? Çünki bütün yeməklərlə gedir, ən çox satılan odur. Ay, sən Allah başqa yerdə demə bunu. Məməzim. Sənin cavabın xoşumuza gəldi. Sən bir dənə də sual vermək istəyirəm. Müştəri menyuda istədiyini tapa bilməyəndə ona nə edirsiniz? Menyunu alıram, istədiyini soruşam. Menyunu qoyuram burağa, deyirəm nə istəyirsən, dərdin nədir? Sən Müştəri sizə ofisiantın ləng olmasından şikayət etsə, nə deyərsiniz? Belə deyim də, bizim əslinə qalanda ofisiantlarımız lən deyil, sadəcə bizim təamlar o qədər dadlıdır ki, müştərilər onu yemək üçün tələsir. Ola bilər. Çox sağ olun, çox qəşəng cavab verdiniz. Sən mənim Nə can. oldu? Mən şəkiliyəm deyə bütün suallarımı hə verməlisən. Hazır cavab xoşumuza gəlir. Demək sualımız belədir. Müştəri çayınız ətirlidir, dadıdır deyəndə ona nə cavab verirsiniz? Bizim çay o qədər ətirlidir ki, elçiliyə gələn qonaqlar abla gətirirlər ki, çayındadır. Qəşəng hə cavab alsınlar.